Cəlaləddin Rumi deyir ki, oğul, hər kəsin ölümü özünə oxşar. Düşmənə düşmən, dosta dostdur. Ey ölümündən qorxub qaçan, ayıq ol, onu özündən qorxudarsan, ölümün deyil sənin, öz siman çirkindir. Sənə batan özün əkdiyin dikandır. İpəkdirsə də, bezdirsə də, onu özün tutmuşsan. Heyvanların, bitkilərin necə yaşadığına nəzər saldır. Gördüm ki, bu varlıq içində təkcə istirab çəkən insandır. Əgər heyvanlar xəstələnirlərsə, onlar birbaşa onları sağaldacaq otu tapıb ot axtarırlar. Daha baş sındırmırlar ki, xəstəlikləri nədir, nə üçün xəstələniblər. Ölümləri çatanda isə bir kənara çəkilib ölürlər. Onları heç vaxt ölüm təhlükəsi narahat eləmir. Amma insan doğulandan ölənə qədər bu təhlükəni hiss edir, yaşayır. Hasansa gələcək ölüm fikri ona istiraf verir. Aqil insanlar deyirlər ki, ölümə hazırlaşın, amma onu çox da düşünməyin. Çox yaşamaq deyil, yaxşı yaşamağa çalışın. Uzun sürən həyat həyatların ən yaxşısı deyil, uzun sürməyən ölüm ölümlərin ən yaxşısıdır. Ölüm adildir. Çünki hər kəsin başına gələcək. Ölümdən sonra da var olmadığımız üçün kədərlənmək, var olmadığımız zaman üçün kədərlənmək qədər mənasız işdir. Biz getsək yenə də duracaq cahan, bizdən qalmayacaq bir iz, bir nişan. Biz yoxkən çəkmirdi o heç bir zərər, getsək də görünməz onda bir nöqsan.